Bəs səncə Azərbaycan xalqı niyə bu filmləri izləyir? Hardan Pis yarandı? deyil ki. O yox da pisdir. Yox, niyə pisdir? Niyə pisdir? Nə pisdir? Nə pisdir? Это плохо da emin. Niyə? Почему плохо? O unikal janrdır və ən çətin janrlardan biridir. Tragikomediya da çətindir, burleska komediya da çətindir. Belə deyim də bizim dildə lordet. Duxun var o janrı düzgün apar axıra qədər. O öz çərçivəsində çox gözəl eləyirdi və qazanırdılar da, baxırdılar da, minlərlə, 100 minlərlə insan gəlib o kinoteatra baxırdı. O heç. Və bu gün də mənim qabağıma çıxanda baxıram. Elmətdinə də baxıram, Fərdəyə də baxıram. Elmətdin nəyi pisdir? Elmətdin də deyir, o başqa bir janr komediyadır, qardaş. Başqa. Gəlin belə deyim də, biz nə qədər də Üzeyri söysək də, mən əminəm ki, əksəriyyəti Üzeyrə qulaq asır da və sadəcə svetofor çatanda pəncərəyə bağlı ki, o qıraqdakılar eşitməsin, biabır olmayaq. Aviasales az. Bütün aviabiletlər bir yerdə.